Salam dəyərli izləyicilər. Baxıb gördüyünüz şam ağaclarıdır. Bunlar hamısını göstərir. Belə şam ağaclarıdır. Demək. Bu demək qoza, şam qozasının bəhməli, şam qozasıdır demək. Şam qozasından bax belə bir dənə bəhməz hazırlanır. Bu bəhməz quru öskürək, farangit, larangit, asma, bronxit və xəstələr üçün çox gözəl köməklidir. Bəğəm gətiricidir. Bu quru öskürəkləri yəni 3 günə kəsir. Göy öskürəklər olur. O vaxtda eşək sütü axtarırlar. Yəni eşək sütü axtarmağa heç bir ehtiyac yoxdur. Bunun tərkibində 8 dənə indirget qatılıbdır. Hamısı doğal indirgetlərdir. Bu formada yəni bu formada qozalardan hazırlanır. Bax belə yaşıl qozalardan hazırlayıram. Çox gözəl köməkləyib. Bakıda çatdırma var. İstəsiz yəni Şamaxı Tempera Şadlıq Sarayına, Dərnəgöl, Qaraqaraya, Köroğlu, Əhmətidə Maqdonası yanından götürə bilərsiniz. Bundan başqa bundan hazırlanan ikinci bir dənə məhsul demək köməkli insult xəstələrinə çox yaxşı köməkli. Beynin qan dövranı yaxşılaşdırır. Bundan hazırlanan yəni bəhməz yox, bunun nastoykası da şəkər xəstələri üçün, ürək xəstələri üçün inanılmaz bunun faydaları var. Bu formada yəni Allahın bizə verdiyi bir dənə nemətdir. Bundan da hazırlanılır, yəni istifadə edin. Sağ olun, var olun. Allah canınızı sağ eləsin.